Bəziləri deyir ki, Həzrəti Zəhra salamullahi əleyhanın məqam və mənziləti bu qədər yüksəkdirsə, nə üçün Qurani-Kərimdə adı açıq-aşkar gətirilməyib? Bu məsələyə diqqət etmək üçün bəzi nöqtələrə nəzər yetirməliyik. Qurani-Kərimdə ilahi şəxsiyyətin adının gətirilməməsi onun mənəvi məqamının azlığı demək deyil. Qurani-Kərimdə adı çəkilməyən çoxlu şəxsiyyətlər var ki, məqam və mənzilətləri yüksəkdir. Həzrəti Zəhra salamullahi əleyha da belə şəxsiyyətlərdəndir. Və onun məqam və mənzilətini biz Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmin öz dilindən eşitmişik. Eyni zamanda hədislərdə gətirilən Kevsər surəsinin xanım Zəhra salamullahi əleyhanın şəni haqqında nazil olması da bu məsələyə daha bir önəm qatır. Doğrudur ki, xanım Zəhra salamullahi əleyhanın adı açıq şəkildə Quranda qeyd olunmayıb. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Fatimə mənim canımın bir parçasıdır. Onu sevindirən məni sevindirmişdir və məni sevindirən də Allahı sevindirmişdir. Eyni zamanda Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Fatiməni incidən, onu qəzəbləndirən məni qəzəbləndirmişdir. Bu hədislər xanım Zəhra salamullahi əleyhanın məqam və mənzilətinin nə qədər ucu olduğunu göstərir. Xanım Zəhra salamullahi əleyha həyatı boyu Qurani-Kərimin prinsipləri əsasında yaşamışdır. Qurani-Kərim insanları ədəbə, əxlaqa, imana, Allah Taalaya ibadət və itaətə səsləyir. Və biz xanım Zəhra salamullahi əleyhanın həyatına diqqət etdikdə bunları kamil şəkildə görə bilərik. Xanım Zəhra salamullahi əleyha təkcə xanımlar üçün deyil, o da bütün bəşəriyyət üçün ilahi bir nümunədir.